Dərəcəsində olan sifət hansıdır deyirsə, axtəhər hansı dərəcədir? Azaltma. Çox mərtəbəli hansı dərəcədir? Adi, ay, sağ ol. Adi. Düz çayda, adi. Bəli. Açıq sarı. Azaltma. Bu da çox az. Deməli, götürdünüz, Y variant. 4-ə baxırıq. Biri düzəltmə sifətdir. İndi diqqətlə qulaq asın. İrsdən irsi yaratdın düzəltmədir. Nəticədə ictimai, sivri, didərgin və dağınıq nədir? Sairədir. Yəni, irs deyirsən ki, ulu irsimizə bağlıdır. Soyumuz. Bəli. 5-ə baxırıq. Biri mürəkkəb sifət deyil. Uşaqlar, otağı tələm-tələsik tərk etdim. Nə tərzdə tərk eləmişəm? Tələm-tələsik. Nədir tələm-tələsik? Zərf. Sonra 6. Birində qulaq asırıq. Birində sifət işlənmişdir. Dəri nədir hissəsi kimi? İsim. Torpaq, kəmər, gümüş, yun, isim. Amma gür işıqdakı gür necə? Bəli. O birlər də necə sualına cavab verir. Sadəcə olaraq baxırsan ki, dəri, torpaq, gümüş, yum bu cümlədə necə sualına cavab verir. Amma normalda isimdir. Sizcə isim sifətləşəndə isim olaraq qalır, yoxsa sifət olaraq? İsim qalır. Yenə də isim olaraq qalır. Qulaq asırıq. Sonra? 9. Deməli, 9-a baxırıq. Hər üçü azaltma dərəcəsindədir. Deməli, göyümtü, qaraşın, sarı tər azaltmadır. Bolluca çoxaltma, kiçik, adi, qapqara çoxaltma, laf gözəl çoxaltma. Deməli, variantımız A. 7-yə baxaq. Birində sifət işlənməmişdir. Həyatın çətin anları da olur. Necə anları, nə cür anları, çətin anları sifətdir. Hər təzə binanın, necə bina, yenə sifətdir. Maraqlı hadisə, necə hadisə, sifətdir. Sonra düzgünlük əsl insani keyfiyyətlərdəndir. İnsandan insani keyfiyyət, necə keyfiyyət? Amma yoldaşlar, sizcə dəri çəkmədə, dəri nədir? Dəri əlbəttə isimdir. Burada sifətləşib, amma nitq hissəsi olaraq yenə də isimdir. Bəli. Sonra? 10'a baxırıq. Deməli, hansı nümunədə birləşmənin aslı tərəfi sifət deyil? Bax, sət necə? Dünənki hansı? Qoca necə? Məcazi necə? Amma palçıq yolda necə yol desən də, palçıq nitq hissəsi kim nədir? İsim. Deməli, variantımız olur D variantı. 15'e baxırıq. Feildən düzələn sifəti müəyyənləşdirin deyirsə, sürməkdən sürgün, yanmaqdan yanğın. Ümumiyyətlə, sürgün, yanğın. Gördünüz ki, isim. Sürüşməkdən sürüşkən. Nə deyirik yoldaşlar buna? Necə? Bu oldu nə? Sifət. Baskın oldu. Feildən düzələn isim. Bu da oldu isim yoldaşlar. Deməli, variantımız nədir? Sürüşkən. 17. 17'den 22'ye kadar. 17. Deməli, biz demişdik ki, hansı şəkilçi zərfin üzərinə əlavə olunduqda sifət yaradır? 2 şəkilçisi. Əvvəl 2 yaratdır. Q şəkilçisi zərfin üzərinə əlavə etdikdə, yəni əvvəl plus 2 deyəndə sən buna deyəcəksən sifət. Amma bizim plus 2 deyəndə biz buna nə deyəcəyik? İsim. Bəli. 16'ya baxırıq. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Yenə yadında saxla ki, hansı şəkilçi ilə düzəltməlisən? Q ilə. Deməli, dünən zərfindən dünənki sifəti yaratdı. 11'də ürək açıq sözü ilə bağlı səhvi müəyyən edin deyirsə, ürək açıq adi dərəcədədir. Cümlədə əsasən təyin olur. Bəli. Dostum, ürək açıq insandır. Necə insandır? Mürəkkəb sifətdir. Necə sualına cavab verir? İkinci tərəfi sadə sifətli yoldaşlar. Açmaqdan açıq nədir? Düzəltmədir. Səhvdir.
Birinci tərəfi mənsubiyyət şəkilsi qəbul edib onun ürəyi. Düz. Bəli. Demək variantımız nə oldu? D variant. Sonra 18. fiildən düzələn sifəti müəyyənləşdirir. Bax, tapşırmaqdan tapşırıq isim. Yağmaqdan yağış isim. Səhməkdən səpki isim. Qurmaqdan qurxu isim. Amma böyüməkdən böyük nədir? Sifət. Bildiniz? Sonra 17'den 18. 18. Adi dərəcədə. Bax, bunu niyə yazmırıq ki? Dəlisovda sovu gördüm, bildin ki azaltmadır. Tün yaşılda tündü gördüm, bildin ki çoxaltmaz. Sarımtılda ımtılı gördüm, bildin ki azaltmadır. Burada cayadatını gördüm. Çoxaltmadır. Burada enli yaratıb. Deməli nədir? Adidir də. Deməli C variantı olacaq adi dərəcə. 19 da səhvdir. 19-a baxırıq. Azaltma dərəcəsində olan sifəti müəyyənləşdirin deyirsə, dümdüz hansı dərəcədir? Çoxaltma. Ağappaq. Dəlisov. Azaltma. Sob var axı burada. Gömgöy. Ölçü Bax balaca. Deməli variantı olur. Dəlisov. Bak balaca azaltma. Çoxaltma. Balacanın balaca olduğunu çoxaldırsan da. Sən bir də ki bu ədata bax. Ədat bax balaca. Hə, bağışlayın, bağışlayın. Bir də sən burada mıpırısıya bax. Bax balaca nədir? Morfoloji üsulla yaranan çoxaltma dərəcəsi. 21. 21. Bir də gözləyim. Sonra yoldaşlar. 21. 21. İki düzəltmə sifətdir də yoldaşlar. İridən irili, xırdadan da xırdalı. 22. 22-yə baxırıq. İki düzəltmə sifət yaranır. Ay uşaqlar, baxırsan ki, sınmaqdan sını, qəlbdən də qəlbi. Üç telli bir sadə bir düzəltmə. Şirin-şirin eyni sözün təkrarı. Stolüstü mənsubiyyətlə, istiqamlı da sadə düzəltmə ilə. İki düzəltmə ada olacaq. Sadə say və düzəltmə sifət. Sənə nə deyir? Sadə. Say 3. Düzəltmə sifət də nədir? Rəngli. İndi gəldik. Uca boylu, sadə sifət. Düzəltmə sifətlə yaranır. Şirindil 2 sadə sözlə yaranır. Qanı qara onun qanı. Bir tərəfi mənsubiyyətlə yaranır. Dörd bucaq da 2 sadə sözlə yaranır. 24-ə baxırıq. Sadə say və düzəltmə sifətin köməyi ilə əmələ gəlsin yoldaşlar. Burada da baxırsan ki 3 sadə saydır. Bucaqlı da düzəltmə sifətdir. 4 günc 2 sadə söz. Açıq ürəkli 2 düzəltmə söz. Alnı açıq bir tərəfi mənsubiyyət. Dəli qanlı da bir tərəfi sadə, bir tərəfi düzəltmə söz. Hə, bir də sizə bir şey deyim yoldaşlar. Hə, burada PDF biraz pisdir. Demək 3 qrup 9 gedirsiniz də. İndi 1-2 uşaq getmir də. 3 qrup 9-dan Azərbaycan dili üzrə ən yüksək bal toplayan uşağa 5 hədiyyə təklif edəcəm, yəni. Hansı seçsə də özünün bəxtinə düşən hədiyyə olacaq. Hədiyyələrini. Var da nə hədiyyələr. Hədiyyə göreyim. 5 dənə hədiyyə olacaq, amma özü seçəsiniz də. Yəni ki, o deyə bilmərəm, deyə Azdan bilmərəm. çoxdan. Hə. Bir dənəsini. Şansı sınıyırsan da, yəni ki, baxırsan da. Məsələn, 50 manat pul var içində. Sürpriz hədiyyə var. Nədir? Sürpriz hədiyyənin hədiyyəsi olur. Hədiyyənin içində nədir? Maraqlı olanır. Tanıyırsan, hədiyyə odur ki, hədiyyə olsun. Vallahi, da hədiyyədir də, yoldaşlar. Hər cür hədiyyə var. Yəni, ola bilər çox kiçik. Birinci, Azərbaycanda ən yüksək yazanı. Bu qrupda ən yüksək. Aysa. Ən yüksək yazanı. Onu da
3 qrup 900. 3 qrupun içərisində 9-ların içərisində birinci yer tutan olacaq ha. Məsələn 95 bal, 100 bal, 97 bal, 85 bal. Var ha. Bax kim olsa indi uzağı ola bilər ki 10 manatlıq hədiyyə utsun. Ola bilər ki 50 manatlıq hədiyyə utsun. Özümüz seçəcəyik. Yəni kağızı bükəcəm, şans var. Bəs də bax düşəcək. Bəxtəbə. Sen 13 tane 100 var ya. Hamısına ta hədiyyə verəcək. Da başqa çarəmiz yox. Yox, daha o yazmayasın. Ondan bir dənə atayım. Yaxşı yoldaşlar. Seyredilsin. Neçəyə baxaq? 25. 25. 25. Cümlələrdən birində qələmi ilə eləmirik. Cümlələrdən birində sifət məcazi mənada işlənib deyirsə. İndi burada çox da oxuya bilmirəm, amma dərin fikir görürəm. Dərin quyu olar da yoldaşlar. Dərin fikir nədir? Məcazidir. 28. 26-ya baxırıq. Sifət məcazi mənada işlənib. Deməli, dolu vedrə olur. Dərin quyu olur. Şirin çörək olur. İti bıçaq olur. Soyuq münasibət məcazidir. Soyuğu bəs siz işlədin mənə həqiqi mənada? Soyuq hava. Ay sağ ol. Soyuq. 27. Burada da səndən məcazi nə demək? Yəni real mövcud olmayan. Ağır zəmbil olur, şirin nar olur, dolu çanta olur, sərin su olur. Amma söhbətin zadına baxırsan bu şirindir yoxsa acı. Şirini indi həqiqi mənada işlədim. Düz. Şirin deyil, məcazidir. 28. 28-ə baxırıq. 28. İsmin xüsusiyyətinin daşıması üçün nə olmalıdır? Kim nə sualına cavab verməlidir? Bəli, cəm hal mənsubiyyət götürmə. Amma sizə bir sual verim, yaxşı. Sizcə sifət hansı cümlə üzrə olanda isimləşə də bilir, isimləşməyə də bilir? Xəbər. Aysa uşaq xəbər şəkli götürün, düzdür, aferin sizə. Deməli, doğru söz burada necə söz deyirsən? Sifət. Ağıllı oyuncu necə oyuncu? Sifət. Nikbin adam necə adam? Nikbin nə deməkdir? Necə? Gələcəyə ümidli baxan. Bəli. Gələcəyə ümidli baxan deməkdir. Ehtiyatlı insan necə insan? Amma uşaqlar, körpə bizə baxıb gülümsəyirdi. Burada körpə gülümsəyirdi. Kim? Körpə. Körpə nədir burada? İsim deyil. İsimləşmiş sifət. İndi siz mənə deyin görüm. Bir sifət isimləşəndə, yəni körpəni indi isim götürək, sifət götürək. Bəs siz, aysa görsən, bir ata sözü demişdim sizə. Keçmiş dəyişmir yoldaşlar. O körpənin keçmişi nədir? Sifət. Deməli yenə sifət olaraq da qalır. Yaxşı. İndi siz mənə deyin görüm onda uşaq nədir ilk səsi olaraq? Bəs qarı nədir? Aysa o da isim. Qadının qocalmışlığına qarı deyilir də o da isimdir. Sonra 29'a baxırıq. Biraz yavaşcal olur. Çığırmıyor. 29. Antonim sifətlərin cərgəsi müəyyənləşdirin. Uşaqlar. Acgöz, gözü tox. Xəstə, sağlam. Möhkəm, güzgü aynə nə gəzir burada? Nədir güzgü aynə? Sinonim, nə? Nitq qısası kimi nə? İsim. Yaşlı, qoca. Nazik, incə nədir bəs? Sinonim. Qoca, cavan, isti su. Yaşlıla qara antonim olar. Xeyr. Mən nə götürdük? Hara plus qoydum? 1-ə, 1-ə 4-ə. Deməli, baxırıq. Mürəkkəb sifətlərdən biri mənsubiyyə şəkilsinin köməyi ilə yaranıb deyirsə. Yaxşı oldu, amin. Mürəkkəb sifətlərdən biri mənsubiyyə şəkilsinin köməyi ilə yaranıb, düzəlib. Baxırıq yoldaşlar, uzun saçlı bir sadə, bir düzəltmə. Hazır cavab 2 sadə. Təkəcalı sadə düzəltmə. Bölük bölük nədir yoldaşlar? Eyni sözün təkrarı. Şəhərlər arasında da sı nədir? Mənsubiyyət. Bir tərəfi mənsubiyyət. Sizcə bu, məsələn, heç şeylə. Bölük bölük qoşun deyirik, ha? Yox, bölük bölük qoşun deyirik, ha? Orada qoşun, bölük bölük insan, bölük bölük ərazilər, nə dedim özdən sonraki cəmdə olur yoldaşlar. Heç nə. Bütün yavaş sözüm edir, bağlayalım.
Şahnürəyən partlasın. Aha, razı qaldın Şahin. Buyur. 32. Biri sifətin xüsusiyyəti deyil deyirsə, biri sifətin xüsusiyyəti deyil, əşyanın əlamətini bildirir, müqayisə dərəcələri var, təyin və xəbər olur. Necə, nə cür, hansı? Hallamaq nəyin? İkisini anlardım. Bəli. 33-ə baxırıq. Quruluşca sadə sifət deyirsə, hərəsindən bir dənə düzəltmə. Parlamaqdan parla. Sonra inciməkdən incik, titrəməkdən titrək, əzməkdən də əzik. Qıvraq, seyrək, kövrək nə olur yoldaşlar? Sadə. 34-ə baxırıq. O 34-ə baxırıq. Qorxaq sifəti hansı cümlədə ismi xüsusiyyətini daşıyır? Deyirsən ki, qorxaq 1000 dəfə ölər. Kim qorxaq? Deməli, A variantı isimləşir. Deyir, bəlkə bundan qorxaq nə edək? Bu feildir. Nə edək? Qorxaq dost, necə dost? Burada sifət isimləşməyib. Cəmil uşaqlıqdan qorxaqdır. Necədir? Burada sifətdir, isimləşməyib. Səngəri qoyub qaçanlar qorxaq düşməz. Bu da sifəti isimləşməyib. Amma igid bir dəfə, qorxaq 1000 dəfə ölər. Kim qorxaq? İsimləşmiş sifət. Göstərilir. Bəli. İsimləşmiş sifətdir də. 30 nə? 36-ya baxırıq. 35-ə baxaq, yaxşı. 35 tezdən 70 ilə səhv eləmişsiniz. Uşaqlar, 35-ə baxırıq. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Bunu milyon dəfə dedik ki, uşaqlar, kö varsa nə götürürsünüz? Kökü zərf götürdünüz. 36. Hansı cərgədəki sifətlər quruluşca sadədir deyirsə, kəsməkdən kəsik düzəltmə, böyüməkdən böyük düzəltmə, soyumaqdan soyuq düzəltmə. Məndə nə soruşurdu burada? Sadə. Sonra sınmaqdan sınıq düzəltmə. Amma siz bilirsiniz ki, leksikonumuzda yumşaq yoxdur. Biz feil kimi onu yumşal deyirik. Yəni yumşağın kökü yumşaq olmaz. Yumşaq, bədi və mədəni nə olur? Yəni bilirsiniz ki, mədəni, riyazi, xeyr, bizdə yoxdur, Türkiyə türkçəsində. Mədəni, riyazi, sonra qiyabi, bir də yoldaşlar rəsmi. Bunlar nədir? Sadədir. Sonra 37. Nümunələrdən biri isimdən düzələn sifət deyil deyirsə, yanmaqdan yandırmaq, yandırmaq feilindən yandırıcı sifəti yaranır. Düzəltmə sifətləri müəyyən edin deyirsə, zəhmətkeşlik, evdarlıq, mücərrət anlam daşıyan nədir? Zərid, isimdir. Oxuyan, deyən feili sifət. Oxumalı aldığı feili sifətdir, vacib şəkildə kimlə düşünə bilərsiniz? Meşəlik, yer anlamı bildirən nədir? İsimdir. Ütüdən, ütülü, otdan, otsuz. Götürdünüz, D variant. 39. 39. Cərgələrdən birində yalnız isimdən düzələn sifətlər verilib deyirsə, bax, ənənə, ənənəvi necə? Qayğı nə? Qayğılı necə? Gümüş nə? Gümüşü necə? Baxırsan ki, buradan balaca sadədir, yoldaşlar. Sonra qorxunc feildən yaranıb, dünənki zərfdən yaranıb, ağlağan nədən yaranıb? Feildən. İndi siz mənə deyin görüm. Aha, bir dənə darıxmayın, görün nə soruşuram hələ. Aha, 2 dənə gümüşü yazdım sizə. Birinci ilə ikincini fərqləndiririk. Gümüşü kəmər mənimdir. Nədir burada gümüşü? Sifət, bəli. İkinciden Hemen gümüş.
Mən gümüşü sevirəm. İsimdir də. Nəyi sevirəm? Nəyi? Gümüşü. Burada isimdir. Yaxşı. Üzərindəki şəkilçilərə baxırıq indi. 2 dənə şəkilçi var. Yəni amonim şəkilçidir də, bilirsiniz. Hansında qrammatikdə, hansında leksi şəkilçidir? Bəli, leksik şəkilçi doğrudur, birincidir. İkinci də şahid nədir? Qrammatikdir, düzdür. Aha, yaxşı. İndi siz mənə deyin görün, bunun hansı təsirli haldadır? İkinci. Düz. Aferin sizə. Çünki o gümüşü deyirəm. Bəli. Yuxarıdan da gümüşü rəng var. Ay sağ ol. Bəli, gümüşü necə? Düzdür. Sonra yoldaşlar, neçə? 42-yə baxırıq. Uşaqlar, yadınızda qalsın ki, idinin nə ilə işlətsəz nə olacaq o xəbər? 41-dən. İsimlə sifətin köməyi ilə düzələn mürəkkəb sifətlər isimlə sifət yaransın deyir yoldaşlar. Baxırsınız, dil isim, şirin sifət, qərib isim, təmiz sifət götürürüz A variantı. Digərlərində yaşıl, qırmızı sifətdir. Sonra elmi fantastik sifətdir. Çox mərtəbəli say sifətdir. Qaraqaşdakı sifət isimdir. Şirindilli sifətdir deyə götürməniz. 43-də dedik ki, dır şəxs xəbərli nəyin üzərinə artırılsa nə olacaq olursa? Xəbər, bəli, xəbər. Sonra 44. Sifətlərdən biri düzəltmə deyil deyirsə. Bayaq yazdım, yadınızdadır, qiyabi. Qiyabi yazmışdım, sonra nə yazmışdım? Rəsmi. Sonra nə yazdım? Riyazi. Mədəni. Ay, sağ ol. Bildirkinin kökü nədir? Hansı hissəsidir? Xeyr. Zərf. K-nın zərfin üstünə əlavə edilən nə yaratdıq biz? Sifət. Əxlaq ismindən qabaqçıl, tərbiyə yaran. Sizcə əxlaqi görüşlər deyəndə orada əxlaqi sifəti əlamət bildirir yoxsa keyfiyyət? Keyfiyyət əlbəttə. Yaxşı. Bəli, buyurun. Biraz oxumusunuz. Bir çıxan oxumusunuz bu dəfə. 46-ya baxırıq. 46 ilə 47 biraz irəli dərslərimizin mövzuları da var burada. Hələ keçməmişəm. Məsələn, feilin şəkilini öyrənməmişik ki, qurumaqdan qurutmaq, yəni feildən feildir. Amma qurğunu bilirsiniz, feildən isimdir. Qurumu da bilirsiniz. Dövlət qurumu məsələn. Feildən isimdir. Qurucu da ki, feildən sifətdir. Amma quruluq nə? Quruluq. Nədir quruluq? İsim. Quru sifətindən quruluq ismi yaratdın. Kökü sifətdir deyirsə, B variantı götürdünüz. Başa düşdünüz? Neçə? 47. 47-nin də bəl şəkilçəni keçməmişik. Məsələn, düzməkdən düzdürmək feildən feildir. Düzməkdən düzün feildən isimdir. Düzməkdən düzgün feildən sifətdir. Düzməkdən düzülmək, düzülməkdən düzülüş. Ən sona baxsaq feildən isimdir. Gələcəkdə keçəcək biz ki, al şəkilçisi var. Al şəkilçisi feil mövzusuna keçəcək. Məsələn, genəl, məsələn, azal. Yəni, sifətdən və saydan feil yaradır. Buradakı düzəldə sifətdən yaradır. Deməli, Y variantının kökü sifətdir. 48. Deyir sifətlərdən birinin yazışına səhvə yol verilib. Biz demişdik ki, təhər gələndə necə yazılır yoldaşlar? Qara təhər necə yazmalıydı? İki düzəltmə sifət istəyir. Baxın, elmi düzəltmədir, amma başqası yoxdur. Dakı leksik şəkilçidir, L leksik şəkilçi düzdür. Necə səslər? Hansı qız? B variantıdır deməli. Yamanlıq, yaxşılıq nitq səs kimi nədir? İsim. Sonra böyüklə kiçiyi niyə götürmədim ki, orada da 2 dənə sifət var. Xeyr, nə dəxli var? Ların orada dəxli yox.
Xeyr. Bizdən düzəltmə istəyir də. Böyüməkdən böyük düzəltmədə, amma kiçik sadədir. Axı biri düzəltmə, biri sadədir. Gənclik fədakarlıq nitq hissəsi olaraq nədir? İsimli, bəli. Bu səbəbdən də bunları götürməliyiz. Oldu B variantı. Sonra 51-ə baxırıq. Hansı cümlədə iki düzəltmə sifət işlənir? Burada baxırıq. Dakı, bir də qədimdən qədimi. Variantımız B-dir. Çünki eyvandakı düzəltmədir, rəngbərəng mürəkkəb. Dağüstü mürəkkəbdir. Çoxlu nədir? Xeyr, say. Çoxlu saydır. Uca boylu mürəkkəbdir, cəsarətlə zərfdir. Gənc başa düşdük ki, sadə sifətdir, həmişəki düzəltmə sifətdir. Qayğılı da zərfdir deyə götürməliyiz. Demək, iki düzəltməni gördünüz B variantında. İnşallah. Biraz evdə diqqətli yazın. Hamısını səhv yazmısınız. 52-yə baxacaq. Hansı ədatlar sifətin çoxalma dərəcəsinin yaranmasına iştirak edir? Heç şey gözə girsin bədəni şəkildə. Ən, la, daha. Deməli, gəldik 53-ə baxırıq. Çoxalma dərəcəsindədir deyirsə yoldaşlar. Gəlin bir-biri seçək. Çox mərtəbəli hansı dərəcədir? Hündür, adi. Sonra xəfif, adi. Göyün üzü tərtəmiz və bulutsuz idi. Tərtəmiz, çox atmadı. Dəli sol, açıq sarı. Bəli. Sonra 55. 55-ə baxırıq. Azaltma dərəcəsində olan sifət istəyir bizdən. Ağappaq olmaq. Burada bircə gedir. Arabir havaya atılan fişənglər sarımtıl, azaltmadır. Sonra gölün sahilində bir bağça var. Burada sifət yoxdur ümumiyyətlə. Zəifdən sonra feil gəldiyi üçün burada zərfdir. Dumduruda çoxaltmadır. Xırdaca çoxaltmadır. Dişləri həmişə ağappaq olardı, təmiz olardı. Bu mürəkkəb feil deyə baxma. 50-cə. Düzəltmə deyil, yoldaşlar. Bayaqlarım yazdım sizə. Dedim, riyazi sadədir. 58-ə baxırıq. Səhv yazılan sifət. Siz bilirsiniz ki, kün necə yazılır? Künə. Süzgün söz o. Bəli, süzgün baxışlar. Şairlər işlədir ha. Onun süzgün baxışları məni məftun etdi. O şəkildə necə olacaq yoldaşlar? Başa düşəsən ki, feildən düzələn sifət. Sonra 59. Hansı sifətin yazılışında səhvə yol verilib deyirsə, ay millət, açıq sayı necə yazılır istəyirsiniz? Bildiyiz? 60. Müxtəlif dərəcə nə deməkdir? Biri adi olsun, tutaq ki, biri azaltma. Biri çoxaltma olsun, biri tutaq ki, adi olsun. Baxırsınız, müqavimət göstərdikcə yeni və daha ağır. Yeni, adi, daha ağır, çoxaltma. Bu faciə köhnə dünyanın qara qüvvələri. Adi. Hamı onun çalışqan və çox bacarıqlı. Çalışqan hansı dərəcədir? Adi. Çox bacarıqlı, çoxaltma. Öz-özünə burulan açıq şabaldı saçları geniş alına yayılmışdır. Açıq şabaldı hansı dərəcədir? Azaltma. Bəs geniş? Da adi. Sonra həm ağıllı, həm istedadlı, həm xoş xəsiyyət. Sizin kimi də görürsünüz, ağıllı, istedadlı, xoş xəsiyyət. Hamısı nədir? Adi dərəcə. Demək, 1, 3, 4 götürəcəksiniz. Deməli. 61. Baxırıq, sadə və mürəkkəb sifət istəyirsə. Deməli, baxırıq, yoldaşlar. Qarışmaqdan qarışıq. Düzəltmə var. Burada yəni ki, sadəsi yoxdur. Sonra sadə mürəkkəb istəyir, amma duzdan duzlu düzəltməsi var. Tələbə ödəmir. Stol üstü mürəkkəbdir. Bunun da sadəsi yoxdur. At saçlı mürəkkəbdir, yumşaq da sadədir.
Bunu götür. Sonanın təzə güllü donu var. Bu da sadədir, bu da düzəltmədir. Sonra 62. Düzəltmə və mürəkkəb. Bunu evdə biraz daha səbirlə, bir dənə diqqətlə yazmaq lazım idi ki, qayğıkeş düzəltmədir, şirin də nədir? Mürəkkəb. Düzəltmə və mürəkkəb istəyir. Nə yazmısan? Yazmamısan. Ən rahatı yol. Ən arxan yol seçib yoldaşımız və çox əziyyət çəkib yoldaşımız. Çünki bilməliyik ki, üzüqülər mürəkkəbdir, mehriban, sadədir. Məktəblər arası mürəkkəbdir. Balaca sadədir. Xoş sadədir, geniş sadə. Neçə? 64-ə baxırıq. Bura baxırıq yoldaşlar, diqqətli oluruq. Səndən nə soruşur? Deyib düzəltmə sifət. Bir də nə soruşur? Sifətdən düzələn söz soruşur. Baxırsan, yağışdan, nə düzəltdin? Yağışlı. Yağışı nədir burada? Çətin sifətindən də nə yaratdın? Çətinləş feili yaratdın, düzdürmü? Yəni, yağışlı düzəltmə sifətdir, çətinləş də sifətdən düzələn feildir. İndi feili keçirmişik amma tapırıq. İşçilər böyük həvəslə işə girişmişdilər. Başa düşürük ki, burada düzəltmə sifəti yoxdur. Doğma yurdumuza sevgi verək ki, gözəlliyindən bizə pay versin. Doğma düzəltmə sifətdir. Gözəl sifətindən də gözəllik ismi yaranır. Yəni, düzəltmə sifət doğma, sifətdən düzələn söz də gözəllikdir. Coşqun sellərin dağlardan gətirdiyi iri daşlar çaylağa səpələnmişdir. Coşqun düzəltmə sifətdir, amma bax burada sifətdən düzələn. Külək getdikcə şiddətlənir, həşəmətli dağlar ağ örpəyə bürünmüşdür. Yəni həşəmətli də qorxunc, güclü dağlar anlamında deyil. Bu da həşəmət ismindən yaranıb. Həşəmətli düzəltmə sifətdir,